Hadiste kalmışıq. Buyurur ki, An İbn Abbasin radiyallahu anhuma ennehu sallallahu aleyhi ve sellem neha an themenil khamri ve mehril bagiyyi ve themenil kelb. Ve kâle izâ câeke yatlubu themenel kelbi femle keffeyhi turâba. İbn Abbas radiyallahu anhuma rivayet edir ki, Peygamber sallallahu aleyhi ve sellem içkinin, şarabın kıymetini, yani onun pulunu, ondan gelen geliri qadağan etmiştir, yani haram etmiştir. Ve həmçinin zinakarın qazancını haram etmiştir. Ve həmçinin də it algı-satqısının, yani it sataraq ondan pul qazanmağı, onun qazancını haram etmiştir. Ve sonra buyurur ki, eğer bir kimsə səndən gəlib itin pulunu istəyərsə, yani onun qiymətini istəyərsə, sən onun əlini torpaqla doldur. Bu hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləmin haram buyurduğu bəzi qazanclar qeyd olunub. Ümumiyyətlə Allah-u Teala pak şeyləri halal edib, xəbis olan, çirkin, pis şeyləri haramlaşdırmışdır. Bu bütün şeylərdə, yeməkdə, içməkdə, insanın qazancında, ticarətində belədir. Şəriət müsəlmanı hörmətli olmağa dəvət edir, hörmətli olmağa həvəsləndirir və aşağı işlərdən, rəzil işlərdən insanı uzaqlaşdırır və haram qazancdan, haram yeməkdən, içməkdən həmçinin insanı uzaqlaşdırır. Və bu hədisdə də Peyğəmbər sallallahu aleyhi və səlləm şərabın, yəni sərxoş edici içkilərin qazancını və yaxud da onun pulunu haram etmişdir. Onun pulu hansı ki onu sataraq ondan əldə olunan və yaxud da onunla məşğul olaraq ondan əldə olunan pul haramdır. Çünki Allah-u Teala onu içməyi haram etmiştir. Ondan sonra bu hədisdə qeyd olunan haramlardan, haram qazanclardan zinakarın qazandığı pul, zinakar etdiyi zinanın qarşılığında götürdüyü pul haramdır. Çünkü zina haramdır. Ve onun üzerine olarak götürülen pul da haramdır. Ve ondan sonra qadağan olunan qazanclardan it alverində, algı-satqısında qazanılan pul, yani onu alarkən və yaxud da onu satarkən qazanılan pul haramdır, pak değildir. İt saxlamaq qadağan olunmuşdur şəriətdə. Necə ki bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bir insan əgər it saxlayarsa, onun savablarından gün ərzində onun savablarından bir qırat savab azalar. Əgər it saxlayarsa, hər gününə onun savablarından bir qırat azalar. Yalnız bəzi hədislərdə istisna olunan bəzi itlər var. Qoruğu qorumaq üçün, sahəni qorumaq üçün və yaxud da heyvanları qorumaq üçün və yaxud da ov üçün istifadə olunan itlər, bunları Peyğəmbər sallallahu aleyhi və səlləm istisna etmişdir. Və onları istifadə etmək, onları saxlamaq istisna olunduğu kimi, onların algı-satqısında da bir qadağan yoxdur. İnşallah daha üstün olan görüşə görə alimlər arasında, bəzi alimlər onun da algı-satqısını haram etmiştir, haram olduğunu demiştir. Lakin əgər şəriət onların istifadə olunmasına icazə veribsə, onların algı-satqısı da icazəlidir. İstisna olunan itlər icazəlidir və ondan başqa əgər o istisnalar kimi ehtiyaclar yoxdursa, o zaman it saxlamaq icazəli deyildir və ondan gələn qazanc da bu hədisdə buyurulduğu kimi haramdır. Ondan sonra gələn hədisdə, bu hədisdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İzə cəəkə yətlubu səmənəl kəlbi fəmlə kəffeyhi turaba. Əgər gələrək səndən itin pulunu istəyirsə, sən onun əlini torpaqla doldur. Sən onun əlini torpaqla doldur. Burada kinayədir ki, onun uduzmasını bildir və bildir ki, yəni sənin ondan heç bir qazancın yoxdur.